Deməli, günəş batma effekti verəcəm. Buradan A4 seçirik, piksel seçirik və daha sonra create düyməsini vururam. Bundan sonra elips alətini götürürük. Bir elips çəkirik. Daha sonra bunun üzərində sol düyməsi 2 dəfə vururuq və təxminən narıncı rəng verib OK düyməsini vuraq. Kontur rəngini isə yox edirik. Daha sonra yenə iç rəngini üstə saxlayırıq. Daha sonra burada deməli pozan alətinin altında skırsız tool aləti var, yəni qayçı aləti. Bunu seçəndən sonra mouse'un sol düyməsini sol tərəfdə bir dəfə vururuq və daha sonra sağ tərəfdə bir dəfə vururuq. Yəni bu aşağı hissəni buradan kəsmək üçün. Daha sonra Direct Selection Tool alətini seçib aşağıdan bir qədər aşağı doğru çəkirik və daha sonra burada belə bir alət var, Ring Clear Tool. Ola bilər bu sizdə görsənməsin, bu alətlər olan siyahıda. Burada üst nöqtəyə girirsiniz. Üst nöqtəyə girəndən sonra burada həmin aləti görəcəksiniz. Təxminən burada yəni axtarıb baxmaq lazım hansı tərəfdədir. Mən əvvəlcədən bunu əlavə eləmişəm, ona görə biraz yerini unutmuşam. Təxminən bu laf axıra kimi çəkirsiniz. Burada Ring Clear Tool var. Yəni bu mouse'un sol düyməsi ilə basıb saxlayıb, yəni çəkirsiniz bu tərəfə. Və daha sonra həmin bu alətin üzərində sol düyməsi 2 dəfə vururam və parametrləri sazlayıram. Məsələn, 400 piksel hündürlük. Bu elə bir alət cızıqlar çəkmək üçündür. Bu hündürlüyü də 400 piksel olacaq. Sonra üfüqi 100, şaquli 0. Daha sonra bunu da maksimum 10 edirəm və OK düyməsini vururam. Və daha sonra burada mouse'un sol düyməsi yüngülcə basıb saxlayıram. Biraz kobud oldu. Ləğv edirəm əməliyyatı. Və yüngül var, belə cızıq verirəm və sağ tərəfdə də yüngül var, cızıq verirəm. Və aşağı tərəfdə də biraz da cızığı artırıram. Və bundan sonra gradient alətini seçirəm və burada mouse'un sol düyməsini bir dəfə vururam. Ya da bu hissədə vururam və daha sonra vurduqdan sonra bunu çəkəcəm biraz bu formada. Bunu qaldırıram biraz yuxarı. Xatırladım ki, bunu necə eləyirik, bir daha göstərim. Burası ola bilər qaranlıq qalsın. Gradient alətini seçdikdən sonra bu mütləq fill öndə olmalıdır. Burada bana sol düyməsini bir daha vurursunuz. Daha doğrusu bunun üstündə bir daha vururam. Və daha sonra boşluqda, yəni yuxarı boşluq hissədə sol düyməsini basıb saxlayıb çəkirəm. Yəni o gradient çubuğu çıxandan sonra, yəni mouse'u buraxıb yuxarı hissədə sol düyməsini basıb saxlayıb aşağı çəkirəm. Və burada da sol düyməsini 2 dəfə vururam və yenə belə bir rəng seçirəm və bundan sonra boş hissə bir dəfə vururam və biraz da bunu istəyimə uyğun nizamlayıram. Məncə elə belə yaxşıdır. Yəni aşağı biraz qaranlığa meyilli olsun. Burası da biraz, yəni yuxarıdakı rəngi nisbəti biraz açıq olsun. Və daha sonra burada düzbucaqlı alətini seçirik və yuxarı intersect hissəsindən aşağı intersect hissəsinə doğru çəkirik və bunun da üzərində sol düyməsini 2 dəfə vururam. Buna da bir rəng verək, Smith Blue verirəm, OK düyməsini vururam. Ümumiyyətlə bunun üstünə bir dəfə vururam, yəni bir rəng olsun, qara rəng. Daha sonra bunu etsəm daha rahat olar. OK.
Amma bunun qradiyenti getmədi. Gəlin bir dənə bunu yox edək. Ya da ki, ağ rəng verək. Bunun üzərində sol düyməsi 2 daha vurub. Color switch. Smooth blue, okey. Hə, indi oldu. Ağ rəngi seçib daha sonra bunun üzərində 2 daha vurmaq lazımdır. Və daha sonra bunu da Object menüsündən Arrange Send to Back edirik ki, arxaya geçsin. Belə, məncə pis deyil, belə yaxşıdır. Bu formada.